81-ci suala baxaq. Nuklein turşularında neçə növ nukleotidə rast gəlinir? Biz bilirik ki, nuklein turşularının iki növü var. DNT və RNT. DNT-də də 4 nukleotid olur. RNT-də də 4 nukleotid olur. Yəni toplam 8 növ nukleotid olur. Y variantı 81-də. 82-ci suala baxaq. Bir DNT molekulunda nukleotidlərin sayı 1500-dür. Bu DNT molekulunda sayca adenin plus timin bölünsün. Guanin plus sitozin nisbəti 2-nin 3-ədirsə. Adenin və guanin nukleotidlərinin sayı neçə olur? Biz bilirik ki, adenin və timinin sayı bir-birinə bərabər olur. Guaninin də sayı sitozinə bərabər olur. Bu bilgiyə əsasən verilənlərə baxaq. Nədir? Bizə adenin plus timinin nisbəti 2-dirsə. Deməli, adenin də sayını götürək 2x. Çünki bizə adenin plus timini 2 verib. A plus T bərabərdir 2 verib. Adenin də sayını 2x götürək. Timinin də sayını 2x götürək. Üzərinə gələk. Guanin və üzərinə gələn sitozin nisbətini neçə verib? 3 verib. Deməli, guanin 3x, sitozin də 3x. Bütün nukleotidlərin sayı neçədir? 1500-dür. Bütün nukleotidləri yazdıq, cəmlədik və nukleotidlərin sayı neçəyə bərabər olmalıdır? 1500-ə. X-ləri toplayırıq, cavab alınır 10x bərabərdir 1500. Sadə tənlikdir. 10x bərabərdir 1500, x də bərabər olacaq 150-yə. X-imiz 150-dir. Biz də adenin nə ilə işarə eləmişik? 2x-lə. Timin nə ilə işarə etmişik? 2x-lə. Guanin və sitozini isə 3x-lə. Bizdə nə istəyir? Adenin və guanin nukleotidlərinin sayını. Adenini biz 2x-lə işarə eləmişik. X-in qiymətini tapdıq. 2 vurulsun 150. Deməli, adeninin sayı oldu 300. Daha sonra bizdən guaninin sayını istəyir. Guanini nə ilə işarə eləmişik? 3x-lə. 3x bərabərdir. 3-ü vururuq. Qiymət tapmışıq x-in 150-dir. 3-ü də 150-yə vuranda cavab eləyəcək 450. Yəni 82-də olacaq C variantı. 83-cü suala baxaq. DNT molekulunun müəyyən bir hissəsində cəmi 132 hidrogen rabitəsi var. Həmin hissədə adeninin miqdarı 12-dir. Bu hissədə yerləşən sitozin və guanin arasındakı hidrogen rabitələrinin sayını tapın. Biz bilirik ki, guanin və sitozin arasında 3 hidrogen rabitəsi olur. Guanin və sitozin arasında olan 3 hidrogen rabitəsinin bizə sayını istəyir. Daha doğrusu sayını istəyir. Burada biz bir düstur bilirik ki, H bərabərdir 2A plus 3Q. Hidrogen rabitəsinin tapılma düsturu. Baxın, H bərabərdir 2A plus 3Q. A, yəni adenin və yaxud da timinin qiyməti, Q və yaxud da sitozin, yəni guanin və yaxud da sitozinin qiyməti. Bizə nəyi verib? Hidrogen rabitəsini bilirik, adeninin də miqdarını bilirik. Bizdən 3Q-nu tapmağımızı istəyir. 3Q nə deməkdir? Ümumiyyətlə düsturda guaninlə sitozin arasında 3 hidrogen rabitəsi olur. Həmin 3Q, 3 budur. Daha sonra 2A. Adeninlə timin arasında isə 2 hidrogen rabitəsi olur. 2A ona görə yazılıb. Düstur bu şəkildə qurulub. Düsturun mənasını başa düşdükdən sonra verilənləri qeyd edərək məsələni həll edək. Bizə hidrogen rabitəsinin qiyməti verilib neçədir? 132. Adeninin də qiyməti verilib 12. 2 vurulsun 12 düsturu əsasən. Üzərinə gəlirəm 3Q. 3Q məndə məchuldur. Məsələdə bizdən guanin və sitozin arasındakı hidrogen rabitələrinin sayını istəyir. Yəni 3Q-nu istəyir. Burada necə tapacağıq? 132 bərabərdir. 2-ni 12-yə vuranda 24. Üzərinə gəlirik 3Q. Bu da sadə tənlikdir. 3Q-nu məchul tapmaq üçün nə edəcəyik? 132-dən çıxacağıq 24-ü. 3Q bərabərdir 108. Elə belə də saxlayacağıq. Çünki bizdən guanin və sitozin arasındakı hidrogen rabitələrinin sayını istəyir. Yəni 3Q-nun özünü istəyir. 3Q bərabərdir 108. Cavab olacaq 83-də Y variantı. 84-də bizdən nə istəyir? DNT molekulunun müəyyən bir hissəsində cəmi 144 hidrogen rabitəsi var. Bu hissədə adenin miqdarı 36-dır. DNT-nin bu hissəsində olan bütün nukleotidlərin cəmini tapmağımızı bizdən istəyir. Çalışma 84. Deməli, bizə nəyi verib burada?
hidrogen rabitələrinin sayını verib. Hidrogen rabitəsinin sayı 144'dür. Adenin miqdarı 36'dır. DNT'nin bu hissəsində bütün nukleotidlərin cəmini tapın. Bütün nukleotidlərin. Aha, adenin plus guanin plus sitozin plus da timinin cəmini bizdən istəyir. Aha. Yenə düsturu yazırıq. H bərabərdir 2A plus 3Q. Hidrogen rabitəsinin sayını bizə neçə verib? 144. Adenin miqdarını neçə verib? 36. Düsturda yerinə qoyuruq, hesablayırıq. Guanin miqdarını verməyib. Məchuldur. 2'nin 36 oranında 72. Üzərinə gəlirik 3Q. 3Q da bərabərdir 72. Bizdən amma burada nukleotidin sayını istədiyinə görə belə saxlamayacağıq. 3Q bərabərdir 72. Q da bərabərdir 72'ni 3'ə böləndə neçə eləyir? 24. Deməli, guanin nukleotidin sayını tapdıq. 24'dür. Onda sitozində neçə olar? Sitozin də guaninə bərabər olduğuna görə o da olacaq 24. Aha, bizə adeninin sayını vermişdi. Neçə idi? 36. Adenin 36'dırsa timin də adeninə bərabər olur. Timində neçə olacaq? 36. Nə istəyir indi bizdən? Adenin plus guanin plus sitozin plus timin. Yəni bütün nukleotidlərin cəmini. Aha, qiymətləri qeyd edək. 36 plus 36 plus 24 plus da 24. Cavab da eləyəcək 120. Yəni 84'də cavab olacaq D variantı. 85'ə baxaq. Biri zülalın polipeptid zəncirini başlayan, digəri isə bu zənciri tamamlayan iki amin turşunun nisbi molekul kütlələrinin fərqi. Aha. Deməli, uşaqlar, zülallar polimer birləşmədir. Monomeri də amin turşulardır. Bir amin turşunun quruluşunu biz bilirik. Bir amin turşunun quruluşu NH2, CH, COH-dır. Və amin turşuların birinci quruluşunda nə olur? Peptid rabitə əmələ gətirirlər bir-biri ilə. Bu peptid rabitə hər zaman əmələ gələndə su molekulu çıxır. Yəni, zəncirə birləşən zaman bu şəkildə olacaq. NH2, CH, CO, NH, CH, CO, NH, CH2, COOH. Aha. Birinci amin turşu qalğının kütləsi 111 olacaq. İkinci amin turşu qalğının kütləsi ortadakının 110 olacaq. Sondakində isə yalnız bir hidrogen atomu çıxdığına görə 127 olacaq. Və bizdən nə istəyir? Biri zülalın polipeptid zəncirini başlayan, digəri isə bu zənciri tamamlayan iki amin turşunun nisbi molekul kütlələri arasındakı fərqi. Yəni 127 sondakıdır, 111 isə əvvəldəki. Sondan başlanğıcı çıxırıq. 127-dən 111'i çıxırıq. 127'dən də 111'i çıxanda cavab eləyəcək 116. Yəni cavab olacaq 80, daha doğrusu 16. Cavab olacaq B variantı. 86'ya baxaq. DNT molekulunda adenin və timin nukleotidləri arasında olan hidrogen rabitələrinin sayı, adenin və timin arasında olan hidrogen rabitələrinin sayı. Biz bilirik ki, adenin və timin arasında 2 hidrogen rabitəsi olur. Adenin və timin arasında olan 2 hidrogen rabitələrinin sayı 18.000'ə bərabərdir. Bu, sitozin və guanin nukleotidləri arasındakı hidrogen rabitələrinin sayından 3 dəfə çoxdur. Aha, yəni 3Q-dan 3 dəfə çoxdur. 18.000'i 3'ə böləndə neçə eləyir? 6.000. Aha. Əgər guanin və sitozin arasındakı hidrogen rabitələrinin sayı 6.000 olsa, 18.000'dən 3 dəfə az olmuş olacaq. Aha. DNT molekulunda neçə nukleotid var? Deməli, adenin və timin arasında hidrogen rabitələrinin sayı 18.000'dir. İndi buradan A-nı, yəni adenin nukleotidi ilə timinin ayrı aralıqda qiymətini tapmaq üçün 18.000'i böləcəyik 2'yə neçə eləyəcək? 9.000 adenin var onda. Adenin 9.000'dirsə, timin də olacaq 9.000. 3Q isə 6.000'ə bərabərdir. Buradan da 2'ni tapmaq üçün sadə təmin edir. 6.000'i 3'ə böləndə eləcək 2.000. Əgər guanin 2.000'dirsə, onda sitozin də 2.000'dir. Nə istəyir? DNT molekulunda neçə nukleotid var? Cəmi istəyir. Deməli, adenin
plus timin. 9000 9000 elədi 18000. Üzərinə də gəlirik guanin sitozin cəmini. Yəni 4000. Cavab neçə edir? 22000. Yəni 86-da olacaq D variantı. 87-yə baxaq. DNT molekulunda azot əsasları arasında 300 hidrogen rabitəsi var. Bütün azot əsasları bərabər miqdardadır. Bu molekulda adenin, guanin, timin və sitozinin hər birinin miqdarı nə qədərdir? H bərabərdir hidrogen rabitəsinin düsturu 2A plus 3Q. Toplam nə qədər edir hidrogen rabitələrinin sayı? 300. 2, o da 3 neçə edir? 5x bərabərdir 300-ə. X də bərabərdir 60. Hər bir nukleotidin miqdarı 60-dır. Yəni olacaq 87-də Y variantı. 88. DNT molekulunda 14000 hidrogen rabitəsi, 4000 adeninli nukleotid var. Həmin molekulda neçə guaninli nukleotid? Və neçə dezoksiriboza var? Deməli bizə hidrogen rabitəsini verib, adenin miqdarını verib, guanin ilə dezoksiribozanı soruşur. Birinci biz guanini tapmağa çalışaq. Düsturumuz necə idi? H bərabərdir 2A plus 3Q. Bizə hidrogen rabitəsi miqdarını verib. 14000-dir. Qoyaq düsturda yerinə. 2 vurulsun. Adenin miqdarı nə qədərdir? 4000. Üzərinə gələk 3Q. Q'nun qiymətini bilmirik. Buradan guaninin qiymətini tapacağıq. 14000 bərabərdir. 2-ni 4000-ə vuranda 8000. Üzərinə gəlirik 3Q. Buradan da 3Q'nu tapmaq üçün 14000-dən 8000 çıxacaq. Eləyəcək 6000. Buradan da Q bərabərdir. 6000-i böləcək 3-ə, eləyəcək 2000. Guanin miqdarını tapdıq 2000. Əgər guanin 2000-dirsə, sitozin neçə olacaq? O da 2000 olacaq. Əgər adenin 4000-dirsə, onda timin neçə olacaq? O da 4000 olacaq. Bütün nukleotidlərin miqdarı nə qədər olacaq? 2000, 2000 toplam 4000, o da 8000, 12000. Bütün nukleotidlərin miqdarı olacaq 12000. Və yadda saxlayın ki, nukleotidin miqdarı dezoksiribozanın miqdarına bərabər olur. Nukleotidin miqdarı dezoksiribozanın miqdarına bərabər olur. Onda biz tapdıq guanini 2000, dezoksiribozanı isə 12000. Yəni 88-də cavab olacaq B variantı. 89-a baxaq. Nə istəyir bizdən? DNT molekulunda nukleotidlərin ümumi sayı 3500-dür. Əgər sayca guanin plus sitozin bərabərdir 2, timin bölünsün adenin bərabərdir 3 olarsa, bu DNT molekulunda sitozinli nukleotidlərin sayı nə qədərdir? Ümumiyyətlə belə kəsir gördünüz. Deməli, burada x-lərlə ifadə eləməlisiniz, tənliyə çevirməlisiniz. Guanin plus sitozin nə qədər verib? Nisbəti 2 verib. Guanin 2x, sitozin 2x. Üzərinə gələk. Timin plus adenin neçə verib? 3 ilə ifadə edib. Timin də olacaq 3x, adenin də olacaq 3x. Toplam bu nukleotidlərin cəmi nə qədərdir? 3500-dür. Bərabər eləyək 3500-ə. X-ləri toplayaq. Eləyəcək 10x bərabərdir 3500. Buradan da x bərabərdir 350. Bizdən nə istəyir? Sitozinli nukleotidlərin sayını. Sitozinli nukleotidlər nə ifadə elədik biz? Sürəti əsasən 2x-lə. X-i tapmışıq. Sitozinli nukleotidi 2x-lə ifadə etmişik. 2 vurulsun. X-i neçə tapdıq? 350. 2-ni də 350-yə vuranda cavab eləyəcək 700. Yəni 89-da olacaq D variantı. 90-cı suala baxaq. 1600 nukleotiddən ibarət olan 90-cı sual 1600 nukleotiddən ibarət olan DNT molekulunda adenin miqdarı 240-dır. Bu DNT molekulunda neçə hidrogen rabitəsi var? Bizdən hidrogen rabitəsinin sayını istəyir. Adenin əgər 240-dırsa, onda timin də olacaq 240. Bunu bilirik. Elə? Düsturumuz necədir? H bərabərdir 2A plus 3Q. Burada bizə
hidrogen rabitəsini verməyib. Ümumi nükleotidi verib amma. Biz ümumi nükleotiddən, yəni 1600-dür də elə, 1600-dən çıxacağıq adeninlə timinin cəmini ki, guaninlə sitozinin cəmini tapaq, sonra da hər birinin ayrılıqda qiymətini tapaq. 1600-dən çıxacağıq, 240-ı 2-yə vuranda neçə edir? 480. 1600-dən 480 çıxsaq, eləyəcək 1120. Deməli, guaninlə sitozinin ümumi payı 1120-dir. 1120-ni 2-yə bölsək, guaninlə sitozinin hər birinin ayrılıqda qiymətini taparıq. Bu da eləyəcək 560 guanin və sitozin. Aha, indi biz hidrogen rabitəsini tapa bilərik. Qiymətləri tapdıq. H bərabərdir 2 vurulsun. Adenin qiyməti 240. Üzərinə gəlirik 3 vurulsun. Guaninin də qiyməti 560. Vurub toplayıb cavabı tapırıq ki 2160. Yəni 90-cı sualda cavab olacaq D variantı. 91-ci sualda nə deyir? 4800 nükleotiddən ibarət olan DNT molekulunda sayca sitozin bölünsün adenin 3/5 olarsa, bu DNT molekulunun iki zəncirini bir-birinin neçə hidrogen rabitəsi birləşdirib? Aha, biz bilirik ki, sitozinlə guanin arasında 3 hidrogen rabitəsi olur. Adeninlə timin arasında isə 2 hidrogen rabitəsi olur. Sitozinin sayı nə qədərdir? 3. Adenində isə 5. Yazaq. Sitozin 3 ədəd. Aha, sitozin qabağında nə duracaq? Guanin və sitozinlə guanin arasında 3 hidrogen rabitəsi olur. Aha, adenin sayı nə qədər verib bizə? 5. Çəkək. Aha, adeninlə timin arasında isə 2 hidrogen rabitəsi olur. İndi burada neçə nükleotid var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, burada da 8. Toplam 16 nükleotidimiz var. 16 nükleotidimizin arasında neçə hidrogen rabitəsi var? Hesablayaq. 3, 6, 9. Aha, toplam 19. 16 nükleotidimizin arasında 19 hidrogen rabitəsi varsa, bəs 4800 nükleotidin arasında neçə hidrogen rabitəsi olacaq? X olacaq. Buradan da X'in cavabını tapacağıq ki, 5700 hidrogen rabitəsi zənciri bir-birinə birləşdirib. Yəni 91-də olacaq D variantı. 92-ci suala baxaq. DNT molekulunda guaninli nükleotidlərin sayı timin nükleotidlərinin sayından 4 dəfə çoxdur. Guanin nükleotidinin sayı 4x-dir, timin isə x-dir. Əgər guanin 4x-dirsə, onda sitozin də 4x-dir. Əgər timin x-dirsə, adenin də x-dir. Aha. Nükleotidlərin sayının cəmi 30.000-ə bərabər olan DNT molekulunda adenin və timinlərin payına cəmi neçə ortofosfat turşusu qalığı düşür? X-ləri toplayaq, eləyəcək 10x bərabərdir 30.000. X də bərabərdir 3.000. Adeninlə timinin sayı guanin sitozindən 4 dəfə az idi. Hər birini x-lə ifadə elədik. Yəni adenin də 3000-dir, timin də 3000-dir. Toplam nə qədər eləyir? 6000. Ortofosfat turşusunun sayı hər bir DNT molekulunda bir ortofosfat turşusu qalığı olur. DNT molekulunun quruluşu necə idi? Azotda əsas, 5 karbonlu karbohidrat dezoksiriboza və ortofosfat turşusu qalığı. Əgər nükleotidin miqdarı 6000-dirsə, ortofosfat turşusunun qalığın sayı da 6000 olacaq. Çünki hər bir DNT molekulunda bir ədəd ortofosfat, daha doğrusu hər bir DNT molekulunda nükleotidində bir ədəd ortofosfat turşusu qalığı olmuş olur. Cavab olacaq 6000. Yəni 92-də olacaq A variantı. İndi isə 93-cü suala baxaq. DNT molekulunda 12000 dezoksiriboza var. Aha, 12000 dezoksiriboza var. 2000 adeninli nükleotid var. 2000 adeninli nükleotid var. Verilənləri nəzərə alaraq bu DNT molekulunda ortofosfat turşusu qalıqlarının sitozinin və hidrogen rabitələrinin sayını tapın. Əgər dezoksiribozanın sayı 12000-dirsə, onda ortofosfat turşusu qalığın sayı da 12000 olacaq. Nəyə görə? DNT molekulu quruluşunu çəkək. Azotda əsas,
5 karbonlu karbohidrat dezoksiriboza və ortofosfat turşusu qalığı. Görürsünüz ki, dezoksiribozanın miqdarı ortofosfat turşusuyla eynidir. Yəni hər bir nukleotiddə bir ədəd olur. Əgər dezoksiribozanın sayı 12.000-dirsə, elə ortofosfat turşusu qalığının sayı da olacaq 12.000. Ortofosfat turşusu qalığının sayını tapdıq. Və yadda saxlayın. Nukleotidin sayı neçədirsə, ortofosfat turşusu qalığının və dezoksiribozanın sayı da o qədərdir. Yəni bizdə ümumi nukleotidin onda miqdarı nə qədərdir? 12.000-dir. Aha, adeninin payına nə düşüb? 2000. Nukleotidin ümumi sayı 12.000-dir. Adeninin sayı 2000-dir. Əgər adenin 2000-dirsə, onda timin nə qədərdir? Onda timin də 2000-dir. Aha, ümumi nukleotidin sayı nə qədərdir? 12.000. 12.000-dən çıxacam adeninlə timinin cəmini. Yəni 4.000-i. Cavab eləyəcək neçə? 8.000. 8.000 guanin və sitozinin cəmidir. Hər birinin ayrılıqda nə qədər düşdüyünü tapmaq üçün 8.000-i verəcəyik 2-yə, cavab eləyəcək 4.000. Yəni 4.000 ədəd guaninimiz var. 4.000 ədəd də sitozinimiz var. Deməli, sitozinin də qiymətini tapdıq. Sitozinin də qiyməti oldu 4.000. İndi bizdən nə istəyir? Hidrogen rabitələrinin sayını istəyir bizdən indi. Hidrogen rabitənin sayını tapmaq üçün də bir düsturumuz var. H bərabərdir 2A plus 3Q. 2-ni vuracaq. Adenin sayı nə qədərdir? 2000. Üzərinə gəlirik. 3-ü vuracaq. Guanini nə qədər tapdıq biz? Guanini nə qədər tapdıq? 4000. Cavab neçə eləyəcək? 16.000. 93-də hidrogen, daha doğrusu ortofosfat turşusu qalıqlarının sayı 12.000. Sitozinin miqdarı 4.000. Hidrogen rabitəsinin sayı isə 16.000. Cavab olacaq 93-də C variantı. Daha sonra 94-cü suala baxaq. 94-də nə deyir? Ortofosfat turşusu qalıqlarının sayı 12.000-dir. Sitozin nukleotidinin sayı 2000-dir. Verilənləri nəzərə alaraq bu DNT molekulunda dezoksiribozanın, adeninin və hidrogen rabitələrinin sayını tapmamızı bizdən istəyir. Əgər ortofosfat turşusu qalıqlarının sayı 12.000-dirsə, onda nukleotidin miqdarı da 12.000-dir. Biz indi adenin nukleotidini necə tapacağıq? Ümumi nukleotidin miqdarı 12.000-dir. Çıxıram, sitozinin miqdarı verilib. Əgər sitozin 2000-dirsə, onda guanində neçə olacaq? O da 2000 olacaq. 12.000-dən, yəni ümumi nukleotidin miqdarından çıxacam guaninlə sitozinin cəmini, yəni 4.000-i. Cavab eləyəcək 8.000. Deməli 8.000 adenin plus timinin cəmidir. Əgər hər birinə ayrılıqda nə qədər nukleotid düşdüyünü tapmaq istəyirəmsə, 8.000-i böləcəm 2-yə. Cavab eləyəcək 4.000. 4.000 adenin və 4.000 də timinin payına düşəcək. Və hidrogen rabitəsinin düsturuna əsasən H bərabərdir 2A plus 3Q. Düsturuna əsasən 2-ni vuracam. Adenin qiyməti neçədir? 4.000. Üzərinə gəlirəm. 3-ü də vuracam. Guanin miqdarı nə qədərdir? 2000-dir. 3-ü də vuracam 2000-ə. Cavab deyəcək 14.000. Aha. Cavab olacaq 94-də D variantı. 95-ci suala baxaq. Virusun müdafiə pərdəsini hərəsi 120 amin turşu qalığından ibarət olan 100 molekulu təşkil edir. Bu zülalların orta nisbi molekul kütlələrinin cəmi nə qədər olar? Baxın, 100 zülal molekuludur. Hər biri də 120 amin turşudan ibarətdir. 120-ni vuracağıq 100-ə. Neçə eləyəcək? 12.000. Aha. Zülalın orta nisbi molekul kütləsini tapmaq üçün də 110-a vuracağıq. 12.000-i vuracağıq 110-a. Cavab eləyəcək 132.000. Yəni 95-də olacaq
E variantı. X sayda nükleotiddən ibarət DNT molekulunda hidrogen rabitələrinin sayını istəyir bizdən. Hidrogen rabitəsinin digər bir düsturu da belədir. H bərabərdir N plus Q və yaxud da S. Yəni hidrogen rabitələrinin sayını tapmaq üçün nükleotidin sayının üzərinə ya guaninin ya da sitozinin sayını gəlməliyik. Bizə də X sayda nükleotidi X ilə ifadə edib. Bizdən hidrogen rabitəsinin sayını istəyir. Nükleotidi X ilə ifadə edib. X plus Q olacaq B variantı. 96'da olacaq B variantı. 97'ye baxaq. DNT molekulun birləşməsi zamanı bir zəncirindən 26 molekul su ayrılırsa, bu DNT'dən cəmi neçə molekul su ayrılar və bu DNT molekulunda cəmi neçə nükleotid olar? Nükleotidin sayından bir çıxanda su molekulunun sayını tapırıq biz. Və bir zəncirdən 26 molekul su ayrılıbsa, bir zəncirdən 26 molekul su ayrılıbsa, onda nükleotidin miqdarı nə qədərdir bir zəncirdə? Bu tənliyə əsasən N bərabərdir 27'dir bir zəncirdə. Bəs toplam 2 zəncirdə nə qədər olacaq? Bir zəncirdə 27 isə 2 zəncirdə olacaq 54. Və bizdən nə istəyir? Bu DNT molekulunda neçə molekul su ayrılır? Əgər bir zəncirdən 26 molekul su ayrılıbsa, 2 zəncirdən 26'nı vuracaq 2'ye neçə eləyəcək? 52. 52 və 54. 97'de olacaq C variantı. 98. Bir molunun tam parçalanması zamanı daha çox enerji ayrılır. Nükleotidin, metioninin, glikozanın, yağ turşusunun, insülinin. Bir molunun tam parçalanması daha çox enerji ayrılan insülindir. 99. Hidrogen rabitələrinin sayı X. Bir teldəki sitozinin sayı 110. Bir teldəki. Bir telde 110'dur. Bir teldəki guanin sayı isə 90'dır. Nükleotidinin sayı isə 800'dür. Bizdən hidrogen rabitələrinin sayını istəyir. Baxın, sitozin bərabər olur guaninə. Bir zəncirdə, baxın, bir teldə sitozin 110'dur. Həmin bir teldə guanin isə 90'dır. Və bir-birinə bərabər olmalıdır bunların qiyməti. Bir teldə sitozin 110'dursa, digərinə olacaq 90. Bir teldə guanin 90'dırsa, digərində olacaq 110 ki, bir-birinə bərabərləşsinlər. Yəni, guaninin də miqdarı 2 zəncirdə 200'dür. Sitozinin də miqdarı toplam 2 zəncirdə 200'dür ki, bir-birinə bərabər olsun. Və bizdə nə istəyir? Burada hidrogen rabitələrinin sayını istəyir. Düstur əsasən H bərabərdir N plus Q. Hidrogen rabitəsini tapmaq üçün ümumi nükleotid nə qədər verib? 800. Üzərinə gələcəm guaninin qiymətini. Yəni 200'ü. Cavab eləyəcək 1000. Yəni 99'da olacaq C variantı. 100-cü suala baxaq. Bizə RNT molekulu verib. X, Y, Z və K-nın müxtəlif növ nükleotidlər olduğunu qəbul edərək sxemə əsasən doğru olanları müəyyən edin. Burada bu tipli testlərdə ümumiyyətlə diqqət edin plus-minus olan hissələrə. Fikri oxuyun və həmin hərflə işarə olunmuş hissənin plus yoxsa minus olduğuna baxın. Plusdursa həmin fikir doğrudur deməkdir. Minusdursa yanlışdır deməkdir. Və bizdən də doğruları istəyir. 1. K adenində nükleotid ola bilər. RNT-də adenin nükleotid bəli ola bilər. RNT-nin nükleotidlərindən biri deyil, adenindir. Adenin, guanin, urasil və sitozin. Bəli, ola bilər. Bizdən doğruları istəyir. Bir doğrudur. X-in tərkibinə riboza daxil deyil. Bu yanlışdır. X əgər RNT-yə daxildirsə, baxın RNT-yə daxildir X. RNT-də də karbohidrat riboza olur. Amma burada deyil ki, riboza daxil deyil. Bu yanlış fikirdir. Bizdən doğruları istəyir. Z-in tərkibinə ortofosfat turşusu qalığı daxildir. Z RNT-yə daxildir. Ümumiyyətlə RNT-nin deməli quruluşunda azotda əsas 5 karbonlu karbohidrat və 1 ədəd ortofosfat turşusu qalığı var. Yəni RNT-yə aid hər hansı bir nükleotiddə bəli, ortofosfat turşusu qalığı olur. Bizdən doğrunu istəyir. 3 doğrudur. 4-ə baxaq. Y sitozinli nükleotid ola bilər. Bəli, ola bilər. Amma yəni RNT-də sitozinli nükleotid var. Amma burada minus qoyub. Yəni yanlışa götürüb bunu. Bu artıq
doğru cavab deyil. Bizə bunu götürməyəcəyik. Bizdən doğrular istəyir. Y-in tərkibinə dezoksiriboza daxildir. Aha, əgər RNT-də Y yoxdursa, baxın Y-ə minus qoyub, yəni RNT tərkibində yoxdur. Deməli bu nukleotid DNT-yə aiddir. Əgər DNT-yə aiddirsə, DNT-də karbohidrat dezoksiribozadır. Yəni bu da doğru ifadədir. 1, 3, 5 yüzdə olacaq B variantı.